Bosniyaya xoş gəlmisiniz. Bunu içsəz, Sarayevadan, Bosniyadan biri ilə evlənməli olacaqsınız. Sağlıqdan içsəz, bura bir daha gəlməli olacaqsınız. Təbii ki, buradan içirik. Sabahınız xeyirli olsun dostlar. Bizim demək olar ki, bugün Saraybosnada, Sarayevada ikinci günümüzdür, amma dünən hava çox yağışlıydı. Elə dedim, bugündən biz başlayaq vlogu göstərməyə. Şəhərə düşürük, baş çarşıya gedirik. Saraybosnanın gəziləcək yerləri, Sarayevanın daha doğrusu gəziləcək yerlərini göstərəcək. Buradan çox gözəl mənzərə açılır. Üzü dağlar tərəfə, çox qəşəng evlər var. Küçələrin adları biraz qarışıqdır deyə, tam adlarını bilmirəm. Amma belə çox maraqlı küçələrdir. Küçələrin adlarını Azərbaycan dilinə tərcümə edib öyrənmək istəyirəm. Amma olmur, bura çox maraqlı bir yerdir, göstərim sizə. Deməli, hardayıq? Mərkəz ərazilər sayılır. Sizə baxın. Deməli, bu heykəl Svet İvan Papa, ikinci Papa üçün qoyulub bu. Deməli, Papa bu kilsə açılanda Ortodokslar, pravoslavlar üçün gəlir bura. Bura gələndə götürüb onun həmin bu kilsəyə verdiyi dəstəyə görə anıt qoyurlar, yəni heykəl qoyurlar. Üzərində tam yuxarı hissədə saat var, bilməm görə bilirsiniz ya yox. Bax belə. Bura artıq müəyyən mərkəz əraziləri sayıla bilər. Bizim Azərbaycanda necə ki küçələr var, misal Targovdur. Azərbaycanda Targovun adı nədir? Tam olaraq bilmirəm. Buradakı həmin bu gördüyünüz məzarlar deməli Bosniya, yəni Sarayeva hardasa məscididir. Ferhadişa məscidi. Osmanlı dövründə tikilən məscid, hardasa 400 il Bosniya, yəni Sarayeva Osmanlının işğalında qalıb. İşğal deməyək, əsarətində qalıb. Ferhat Bey Vukoviç tərəfindən. Fərhad bəy tərəfindən tikilib deyə Ferhadişa məscidi gedir. Buradakı həmin bu belə deyək məzarlara baxanda Osmanlı dövründən qalan məzarlar olduğu açıq, aydın onsuz görünür. 1561-ci ildə tikilib bu məscid. Osmanlının burada çox toxunuşlarını hiss eləyəcək. Dostlar, bu ərazi, bu küçə gedir birbaşa çarşıya düşür, baş çarşıya düşür. Həmin ərazilərə gedəndə tamamilə Osmanlının təsirində olduğu görünəcək. 400 il ərzində tikilən məscidlər, sonra kilsələr. Kilsələr daha doğrusu Macarıstan-Avstriya vaxtında tikilib. Artıq baş çarşıya düşən yoldur bura. Qazi Hüsrev bəy yeri, nədir orası? Adı yadımdan çıxdı. Yazıb Bezistan. Bezistan nə tam olar bilmirəm dostlar. Yalan deməyim. Ha. Bu buranın yeməyi gördüm. Bunların özünün belə şirniyyatları var. Qoy çəkim. Bundan alıb yemək lazımdır. Qiymətə isə görürsən. Qiymətlər də Yəni ki, bu formada yəqin. məktəb aralıqda dəyişir. Deməli, gəldiyimiz bu ərazi. Hə? Solda muzeyidir. Hara? Qazi Hüsrev bəy muzeyidir. Muzeyə girməyəcək güman ki. Şortiklə girişə icazə yoxdur. Hə, şortiklə içəri dostlar buraxmırlar. Ona görə biz də içəri girmirik. Sadəcə belə göstərə bilərik. Kənardan da belə göstərim. Bura Qazi Hüsrev bəy məscididir. Çox tanınmış məscidlərdən biridir.
Baş çarşı ərazisinə demək olar gəlib çatmışıq. Sarayevada birinci gündə məsələ turistlərin ən çox gəldiyi yer bu baş çarşıdır. Sevil var orada. Sevilə çatanda onun da ayrı bir hekayəsi var. Dünya çempionatında birinci dəfə dünya çempionatına qoşulurlar, səhv etmirəmsə və onun belə deyək bayramını belə qeyd edirlər. Bu yol bizi Sevilə aparır. Gedək Sevili də göstərək. Həmin əraziləri. Küçələr çox gözəldir. Həqiqətən də Osmanlı toxunuşları çox hiss olunur dostlar. Çox gözəl görünür. Və dostlar bu Miskərlərin küçəsidir. Miskərlərin məhəlləsi. Artıq əsrlərdir bu. Burada işlər görürlər və çox maraqlıdır. Belə bu şəkildə güllələr var. 12.7 mm. Çox maraqlıdır. O Ruska deyil bu. Ruska kimidir. İçərisinə mürəkkəb falan yerləşdiriblər. Bu şəkildə satırlar. Müxtəlif əl işləmələri var. Maraqlı əl işləmələri var. Bu şəkildə cəzvələr var. İçərisində dostlar görürsünüz. Aynen ulduz var. Bunun da bir hekayəsi var. Onu da sizə danışacağım. Qəhvə içəndə danışacağım sizə. Çox maraqlıdır. Niyə qulpu yoxdur bu stəkanların? Balaca qəhvə fincanlarının daha doğrusu. Dostlar bu küçə bizi gətirib birbaşa Sevilin yanına çıxarır. Burada musiqi oxuyurlar. Uşaqlar mahnı oxuyur. Çox maraqlıdır. Böyle. Ne? Bosniya, Herzegovina. Kimlə evlənəcəksən? Kimlə evlənəcəksən? Burada. Bura qayıdıb kimlə evlənməlisən? Yaxşıdır qaş, öz vətənim hamısından yaxşı. Çünki buranın hekayəsi belədir. Saraybosnanın, Sarayevanın məşhur vizit kartı adlanan Sevili su fontanının qarşısındayıq. Bura demək olar ki, Herzegovinanın, Bosniyanın vizit kartı hesab olunur. Çox maraqlı bir hekayəsi var. Osmanlı dövründə sevilcilər var idi. Həmin sevilcilər pulsuz su paylayırdılar. Və sonra da bunun adı Sevili su qalır. Osmanlı dövründə tikilib deyə taxtadan hazırlanıb çox maraqlı belə deyək dizaynı var və maraqlı bir hekayəsi var. Deyimə görə həmin bu gəlib fontandan, bulaqdan su içən şəxs yenidən Bosniya və Herzegovinaya gəlməlidir, Sarayevaya gəlməlidir və bir nəfərlə evlənməlidir. Biz də bir sudan içək. Bilmirəm, evlənmə niyyəti ilə mi eləyirəm, yoxsa bura geri dönmə niyyəti ilə mi eləyirəm? Ən azından Avropa müəyyən hissəsində deyərik ki, buralığı da yaşayamışıq, yaşayacaq. Su buz kimidir dostlar. Çox qəşəngdir. Nizam içirsən? Dostum da oradadır, Şəhriyar da buradan çəkir. Keşke Bakıda da tramvay olar. Həqiqətən də tramvay bir şəhərə çox gözəllik qatır. İnşallah indi yollar hazırlanır. Yollar hazırlansın, mütləq Bakıda tramvayla gözəlləşəcək. Mən elə fikirləşirəm. Bosniyalılar müsəlman olduqlarına görə mən deyərdim ki, demək olar hər yerdə Fələstin bayrağı görmək olur. Yəni, Fələstinə həddindən artıq burada çox dəstək aksiyası var. Deməli dostlar, biz indi Moriça Handayıq. Bura 18-ci əsrdən bəri Boşnakların, yəni Bosniyalıların qoruyub saxlaya bildiyi tək karvansaradır. Vaxtilə bu karvansarada Moriç qardaşları var imiş. Həmin qardaşlar Osmanlı hakimiyyətinə qarşı üsyan qaldırıblar. O Moriç qardaşları da tam burada edam olunub. Və
onların edam olunması Bosniyada, Hersegovinada tarix kitablarında bir səlnamə kimi də bizə necə dastanlar var. Bax onların bir dastanına çevrilib ki, üsyana baş qaldıran qardaşlar, azadlıq ruhu. Bir də maraqlı hekayəsi var, daha doğrusu maraqlı fakt var. Biz bir yerdən girib, o çıxışı göstər, bir yerdən çıxmalıyıq. Başqa giriş-çıxış nöqtələri yoxdur. Səbəbi də oymuş ki, vaxtilə bura gələn adamlar buradan hər hansı bir xalçanı, əşyanı oğurlayıb aparmasınlar. Ona görə bu şəkildə bir giriş və bir çıxış nöqtəsi qoyublar. Bütün çıxan adamlar da Osmanlı dönəmində qapıda yoxlanılırmış. Kimin üstündə nəsə tapılsa o adam da həbs olunurmuş. Çox maraqlı bir hekayəsi var. Çox maraqlıdır. Bəlkə oturaq bir dəqiqə kahve içək. Sigara içebiliriz değil mi? Bana bakalım. Gətirərlə qəhvə deyən gətirsinlər. Biz özümüz hazırlıq qəhvə, nə var oğlum? Hə, tökəcəyik də, özümüz tökəcəyik. Sən gözün partlasın səni. Çox uzatma. Üstülasın nə deyəcəm? Tarixi və Vaf teması. Nə deyəcəm? Başlığın deyil mi cümlə? Cümlənin başlığını deyil. Cümlənin başlığını deyil. Cümlənin başlığını deyil. Ama Bosniya neydi? Telefon düştü. Dedik burada bir kere kofe içək. Sadece kofe. Hangi görüntüləri var? Özün məxdində görüntülər var. Maraqlı hekayəsi var. Osmanlı dönəmində 400 il o əsarət altında olduğu dönəmlərdə, təsiri altında olduğu dönəmlərdə deyə bilərik. Deməli, qəhvə kültürü Bosniyalıların bu günə qədər davam etdirirlər. Osmanlıdan qalma qəhvə kültürünü. Çox maraqlıdır. Normalda qəhvə fincanının kənarında tutmaq üçün qulpu olur. Bunlar isə bu şəkildə tuturlar. Bu şəkildə tutulmağının səbəbi ərəb əlifbasında vava oxşuyur. O da Allaha, belə deyək, yaradana təşəkkür məqsədi ilə, minnətdarlıq məqsədi ilə bu şəkildə edirlər. Bir də qəhvə fincanının içərisində ay və ulduz olur. O da İslami düşüncə üçün yaradılıb. Çox maraqlıdır. Bir də Bosniyalılar düşünür ki, qəhvə fincanının qulpu olduğu zaman oradan tutanda istiliyin, içərisində olan hissiliyi, qəhvənin hissiliyin heç bir şəkildə hiss eləmək olmur. Amma bu şəkildə tutanda içəridə olan o hissilik əlinizə təmas edir və bu şəkildə də qəhvəni rahat içə bilərsiniz. Bosniyanın paytaxtında Sarayevada, bu baş çarşı meydanında gəzərkən gözə çarpan ən möhtəşəm və sirli abidələrdən biri elə bu Sarayeva saat gülləsidir. Deməli 16-cı əsrdə Qazi Hüsrəv bəyin sifarişi ilə tikilən bu güllənin dünyada bənzəri olmayan çox xüsusi bir hekayəsi var. Bu güllə dünyada ay təqviminə əsasən işləyən və zamanı Alaturka üsulu ilə göstərən yeganə ictimai saatdır. İlk dəfə baxanda elə bildik ki, bu saat səhvdir, amma məyərsə saat səhv deyil, saat səhv deyil. Gəlib həmin saatı da görmək istəsəz, bu tərəfdə Qazi Hüsrəv bəy məscidi var. Şəhərə zəhmət olmasa həmin hissəyə də bir dəqiqə göstər. İndi də namaz vaxtıdır. İnsanlar namaz qılır. Sadəcə bizim əynimizdə şortik var deyə içəri girə bilmirik. Hamımız şortikdəyik. Qarşısındakı o saatı da gəlib burada şəklini çəkə bilərsiniz. Çox maraqlıdır. Baş çarşıda gəzəndə nə az əvvəl biz saat gülləsini orada göstərdik, məscidi göstərdik. Onun məscidin bölündə bir dənə belə bulaq var. Onun da maraqlı hekayəsi var. Bulaqdan 2 dənə su axacaq yer var. Hekayəyə görə bu su axan yerlərdən birini, məsələn, sol tərəfdən içsəz, səhv etmirəmsə sol tərəf, bunu içsəz, Sarayevadan, Bosniyadan biri ilə evlənməli olacaqsınız. Sağdan içsəz, bura bir daha gəlməli olacaqsınız. Təbii ki, buradan içirik. Mən buradan da içim hər ikisini içirəm də. Hansı tutsa o. Soldakını tərcih edəmirəm. Bu əslində olan, gələndən deyir ki, bu Bosniyalı qızlar nə qədər gözəldir. Həqiqətən də gözəldir. Bosniyalıları demədim mən. Ha? Almanları dedim. Alman qızları çox bəyənir. Şərəf, ikisindən də iç. İkisindən də iç. İkisini bir yerdə.
Şəriyər qarışdırdı. Qaqa mən getdim evlənməyə görüm nağanı boş. Deməli dostlar, Qazi Hüseyn bəy Bezistandayıq. Ümumiyyətlə Bezistan qiymətli əşyaların, parçaların satıldığı yerdir. 1555-ci ildə Osmanlı dövründə tikilib bu yer. 109 metr uzunluğundadır və 50-dən çox burada mağaza hazırda da fəaliyyət göstərir. Mən sizə istəyirəm içərisində olan o mağazaları, satılan əşyaların hər birini sizin diqqətinizə çatdırım, göstərim. Müəyyən əşyalar var. Hər birinin də qiyməti üstünə yazılıb. Burada 3 maqnit 5 km-dir. Maqnitlərin qiyməti. Biz birini 2 km-yə almışdıq. Əslində burada da bir... O Fələstin bayrağını görürsünüz dostlar. Bosniya bayrağı, papaqlar. Dostlar, baş çarşıya gələndə çox maraqlı bir yerə gəlib çıxacaqsınız. Bura, baxın, arxa tərəf hamısı Osmanlı ilə bağlı olan binalardır, bizim arxamızda olan tərəf. İndi bir dənə dönürük belə, fırrağın arxaya. İndi arxamızda olanlar isə Avstriya Macaristan İmperiyası tərəfindən tikilənlər. Yəni, ortada bir xət var, həmin xət Osmanlı tərəfini ayırır, o biri tərəf isə Avstriya Macaristan tərəfi. Şəhəri ortadan ikiyə bölüblər, göstərirəm. Bir də belə bir şey var. Deməli, bu nədir? Hansı tərəfə getməsi, Avstriya, Macaristan tərəfə getmək istəyirsiniz, yoxsa Osmanlı tərəfə? Bilmirsinizsə, onda gəlib bunu fırladırsınız, hansı tərəf düşsə, o tərəfə gedib istirahət edə bilərsiniz. Tam düşmədi, bir də fırladaq. Hansı tərəf düşsə, o tərəfə gedək. Gördünüz dostlar? Bura gətirib açar bağlayan şəxslərin sevgisi əbədi olur. Körpünün ətrafında dayandığım yer 1-ci Dünya Müharibəsinin başlamasına səbəb olan yerdir. My brother! Yeah, my brother! I love you, brother!